Invest Akademiyadan hər kəsə salam. Bugün Barron's jurnalındakı şirkətlərə baxacağıq. Barron's jurnalı maliyyə bazarında qüsursuz nüfuza malikdir. Hər il redaksiya növbəti ildə güclü nəticə göstərə biləcəyinə inandıqları 10 şirkətdən ibarət siyahı dərc edir. Keçən il biz bu siyahını artıq təhlil etmişdik və o S&P 500 indeksini demək olar ki, 2 dəfə qabaqlayaraq əla performans göstərdi. Buna görə də bu il mən bu ənənəni davam etdirməyi təklif edirəm. Beləliklə başladıq. Amma əvvəlcə gəlin keçən ilki ideyalarını necə işlədiyinə baxaq. Barron'sun keçən ilki siyahısının nəticələri. 2025-ci ildə Barron's siyahısında 10 şirkət var idi. Əgər onların ümumi nəticəsinə baxsaq, bu portfel təxminən 28% gəlirliliyi göstərib. Müqayisə üçün S&P 500 indeksi eyni dövr ərzində təxminən 15% artıb. Yəni Barron'sun nəticəsi bazardan əhəmiyyətli dərəcədə yaxşı olub. Ən yaxşı performans göstərənlər Alibaba təxminən 81% mənfəət, CIG Group bank sektoru təxminən 60% mənfəət, həmçinin Google səhmləri də özünü yaxşı göstərdi. Və ən pis nəticə Moderna təxminən -32% zərər, ümumilikdə keçən il üçün çox samballı nəticədir. İndi isə gəlin Barron's redaksiyasının 2026-cı il üçün fərziyyələrinə keçək. Və burada yenə də çoxlu maraqlı ideyalar var. Mən bu siyahını və onların arqumentlərini ilk dəfə görəndə dərhal diqqətimi çəkən oldu ki, bunu klassik value yanaşması, yəni dəyər investisiyası kimi xarakterizə etmək olar. Redaksiyada məhz qiymətləndirilməmiş aktivlərə mərc edir. Redaksiya məhz qiymətləndirilməmiş aktivlərə investisiya edir. Bu da aşağıdakıların nəzərə alındıqda məntiqlidir. Bazarın cari yüksək qiymətləndirilmələri, growth şirkətlərinin, yəni böyümə şirkətlərinin fundamentallarının daha da genişlənməsi üçün potensialının məhdud olması. Barron's açıq şəkildə bildirir ki, alfanı, yəni bazar üzərindəki əlavə gəliri hazırda məhz qiymətləndirilməmiş sektorlar və bizneslər arasında axtarmaq lazımdır. Mövzumuza keçməkdən öncə sizə bu videonun sponsorunu təqdim etmək istərdim. Taksi 9111 sərfəli qiymətə yüksək xidmət. Mobil tətbiqdə Invest promokodunu istifadə edin və balansınıza 10 AZN əldə edin. Əgər siz də bizim buraxılışımızın sponsoru olmaq istəyirsinizsə, bizimlə e-mail vasitəsilə əlaqə saxlayın və ya Instagramda yazın. Əgər onların yeni portfelini ümumiləşdirsək, 3 əsas məqamı qeyd etmək olar. Birincisi, müdafiə xarakteri. Siyahıda çoxlu stabil şirkətlər və müdafiə sektorları, o cümlədən aşağı beta amsalına malik, dividend ödəyən bizneslər var. İkinci, konkret katalizatorların mövcudluğu. Hər bir şirkətin 2026-cı ildə potensial olaraq yenidən qiymətləndirməyə səbəb ola biləcək öz triggeri, yəni tetikləyicisi var. 3. Sektorial diversifikasiya. Burada Kanada sığortaçısı, qumar sektoru şirkətləri və Amerika texnologiya nəhəngləri var. Yəni portfel sahələr baxımından kifayət qədər balanslaşdırılıb. İlk baxırsan, Amazonun qiymətləndirilməmiş şirkətlər siyahısına daxil edilməsi qəribə görünə bilər. Bir çox investorlar üçün o artıq çoxdan həddindən artıq dəyərləndirilmişdir. İllərlə böyüyən və sanki potensialını tükətmiş texnologiya nəhəngidir. Lakin Barron'sun ümumi məntiqi məhz burada başlayır. Amazon niyə dəyər hekayəsi hesab olunur. Big Tech, böyük texnologiya şirkəti statusuna baxmayaraq Amazon son illərdə böyümə templərini əhəmiyyətli dərəcədə azaldıb, marjanın azalmasını yaşayıb, tənzimləyicilər və rəqiblərinin təzyiqi altına düşüb. Nəticədə səhmlər uzun müddət aydın trend olmadan ticarət olunub. Nasdaq indekslərinə geri qalıb. Bazar tərəfindən aşağı qiymətləndirmə alıb. Məhz bu amillər Barron'sa görə Amazonu böyümə hekayəsi yox, qiymətləndirilməmiş şirkət edir. Əsas arqument AVC bulud bölməsidir. AVC şirkətin ən gəlirli segmenti olaraq qalır. Əməliyyat mənfəətinin əsas hissəsini yaradır. Bulud hesablamaları və süni intellektə AI tələbatının artmasından qazanc əldə edir. Barron's hesab edir ki, bazar elektron ticarətin e-commerce müvəqqəti yavaşlamasına diqqət yönəldərək AVS-in gələcəkdə pul axınlarının lazımınca qiymətləndirilmir. 2024-2025-ci illərdə Amazon işçi sayısını ixtisar etdi, logistikanı optimallaşdırdı,
Əsaslı xərcləri, capex-ləri azaltdı. Bu artıq maliyyə göstəricilərində öz əksini tapmağa başlayıb. Əməliyyat marjası tədricən bərpa olunur, sərbəst pul axını isə artır. Barronsun arqumentlərinə baxmayaraq, şəxsən mən Amazona ehtiyatla yanaşıram. Səbəblər sadədir. Makroiqtisadiyyatın yüksək asıllıq, bulud sahəsində güclü rəqabət və tənzimləyici risklər. Buna görə də güclü biznesə malik olmasına baxmayaraq, mənim şəxsi reytinqimdə Amazon siyahının aşağı hissəsində qərarlaşıb. Barron siyahısındakı növbəti şirkət maliyyə sektorunun, daha dəqiq desək, sığorta biznesinə aiddir. Və bu təsadüfi deyil. Bazarın indiki mərhələsində məhz sığorta şirkətləri ən qiymətləndirilməmiş və dayanıqlı şirkətlərdən biri kimi göründü. Barrons niyə sığortaçılara investisiya edir? Sığorta biznesi bir sıra əsas üstünlüklərə malikdir. Stabil və proqnozlaşdırıla bilən pul axınları, sığorta ehtiyatlarını yüksək faiz dərəcələri ilə investisiya etmə imkanı, iqtisadi tənəzzüllərdən nisbi qorunma, yüksək faiz dərəcələri şəraitində sığortaçılar 2 qat fayda əldə edirlər. Birincisi əsas fəaliyyətlərdən gəlir, ikincisi investisiya gəlirlərinin artımı. Bir çox sığorta şirkətləri aşağı fundamental göstəricilərlə ticarət olunur. Dayanıqlı dividendlər ödəyir, güclü balanslara malikdirlər. Bununla yanaşı, bazar hələ də texnoloji hekayələrə üstünlük verərək onlara darıxdırıcı aktivlər kimi yanaşır. Məhz bu populyar olmama faktı yenidən qiymətləndirilmə üçün potensial yaradır. Barron sığortaçıların səhmlərini 2026-cı ildə artmasına səbəb ola biləcək bir neçə faktoru qeyd edir. Yüksək faiz dərəcəsinin qorunması, mükafatların, premiyaların artımı və sığorta şərtlərinin sərtləşməsi, geri satın almalar, baybaqlar və dividendlərin artırılması, kombinə edilmiş əmsalların yaxşılaşması. Bu sürətli böyümə hekayəsi deyil, keyfiyyətli dəyər investisiyasıdır. Şəxsən mən sığorta şirkətlərinin konservativ portfelinin ən məntiqli elementlərindən biri hesab edirəm. Onlar bir il ərzində kapitalı bir neçə dəfə artırmırlar, lakin kapitalı qoruyurlar, portfeli stabilləşdirirlər, hətta çətin dövrlərdə belə gəlir gətirirlər. Barron siyahısındakı növbəti şirkət istehlak sektoruna konkret olaraq birbaşa ev təsərrüfatlarının xərclərindən asılı olan biznesə aiddir. Bu artıq daha riskli bir investisiyadır. Xüsusən də iqtisadi siklin son mərhələsində və məhz buna görə də o xüsusi diqqətə layiqdir. Barrons niyə siklik şirkətlərə daxil edir? Bazar ehtiyatlı davranmağa başlayanda siklik bizneslər tez-tez ifrat satılmış, yəni oversold vəziyyətə düşürlər. İnvestorlar qiymətə aşağıdakıları daxil edirlər. İqtisadiyyatın yavaşlaması, istehlak tələbinin azalması, marjinallığın pisləşməsi, nəticədə belə şirkətlərin səhmləri tarixi qiymətləndirilmədən aşağı ticarət olunur. Həddindən artıq neqativ ssenarini əks etdirir, gözləntilərin hər hansı yaxşılaşdırılması zamanı artım potensialı qazanır. Barrons məhz bu disbalansa investisiya edir. Əsas tezis ondan ibarətdir ki, pis xəbərlərin əhəmiyyətli hissəsi artıq qiymətlərə daxil edilib. Hətta əgər iqtisadi artım mülayim olsa, istehlakçı ehtiyatlı qalsa, xərclər piqətdə qayıtmasa belə, səhmlərin müsbət dinamika göstərməsi üçün sadəcə məyus etməmələri kifayətdir. Barrons 2026-cı ildə belə şirkətləri dəstəkləyə biləcək bir neçə faktoru qeyd edir. İnflyasiyanın stabilləşməsi, faiz dərəcələrinin tədricən azalması, əhalinin real gəlirlərinin bərpası, əməliyyat səmərəliliyinin artımı, bu bazar zəmanəti deyil, asimetrik mərcdir. Məhdud eniş riski downside qarşılığında artım potensialı, yəni upside. Mən belə ideyalara ehtiyatla yanaşıram. Onlar isə yumşaq iqtisadi ssenaridə yaxşı işləyə bilər. Resessiya və ya böhranın yeni dalğası zamanı məyus edə bilər. Buna görə də bu cür şirkətlər diversifikasiya olunmuş portfelin bir hissəsi kimi məntiqlidir. Lakin tək başına edilən investisiya kimi təhlükəlidir. Barron siyahısındakı növbəti şirkət ümumi qoruyucu və konservativ məntiqdən kənara çıxır. Bu nədir? Bu, nadir hallarda klassik value investisiyası ilə əlaqələndirilən biznesdir. Lakin məhz buna görə də o seçimlər siyahısından düşüb. Bəzən ən yaxşı imkanlar bazarın dəyər axtarmağında alışılmadığı yerlərdə yaranır. Söhbət o şirkətlərdən gedir ki, niş segmentlərdə işləyirlər.
dayanıqlı pul axınlarına malikdirlər. Bununla belə reputasiya və ya siklik risklər səbəbindən bazar tərəfindən çox ehtiyatla qiymətləndirilirlər. Barrons ona investisiya edir ki, bazar riskləri həddindən artıq qiymətləndirilir, biznesin real maliyyə vəziyyəti isə gözləntilərdən daha yaxşıdır. Əsas məntiq sadədir. Biznes artıq həyat qabiliyyətini sübut edib, lakin hələ də elə qiymətləndirilir ki, sanki onun ən yaxşı illəri geridə qalıb. Bununla yanaşı, əməliyyat göstəriciləri stabildir. Borc yükü nəzarət altındadır. Rəhbərlik kapitala aktiv işləyir. Dividendlər, geri satın almalar və optimallaşdırma. Belə bir vəziyyətdə əhval-ruhiyyənin hətta mülayim yaxşılaşması səhmlərin yenidən qiymətləndirilməsinə səbəb ola bilər. Barrons bir neçə mümkün triggeri qeyd edir. Sərbəst pul axınının artımı, borc yükünün azalması, kapitalın səhmdarlara qaytarılması, tənzimləyici mühitin və ya ictimai qavrayışın yaxşılaşdırılması. Bu sürətli artım hekayəsi deyil, qiymətləndirmənin normallaşdırılmasına edilən investisiyadır. Mən bu cür şirkətləri portfelin maraqlı elementi hesab edirəm. Lakin yalnız iki şərtə əməl olunduğunda. Birincisi, portfeldəki pay məhdud olmalıdır. İkincisi isə investor yüksək volatilliyə, yəni oynaqlığa hazır olmalıdır. Belə ideyalar xoş təəccübləndirə bilər, lakin onlar emosional qərarlar yox, soyuq hesablama tələb edir. Barron siyasındakı növbəti şirkət bazarın ətalət üzrə hələ də böyümə hekayəsi kimi qəbul etməyə davam etdiyi, əslində isə biznesin çoxdan yetkinlik mərhələsini keçdiyi iri texnoloji sektorun nümayəndəsidir. Məhz belə şirkətlər tez-tez qiymətləndirilməmiş olur. Bazar qiymətləndirməsində niyə səhv edir? Bazar qiymətləndirmədə niyə səhv edir? Şirkət uzun illər sürətli artımla əlaqələndiriləndə investorlar uzun müddət yeni reallığı qəbul etməyə hazır olmurlar. Bu halda aşağıdakılar baş verir. Böyümə templəri yavaşlayır, biznes daha proqnozlaşdırıla bilən olur. Diqqət mənfəətə və pul axınına yönəlilir. Lakin bazar artıq biznesin real strukturunu əks etdirməyən köhnə göstəriciləri tətbiq etməyə davam edir. Pul axınının gücü Barronson əsas arqumenti stabil və yüksək free cash flow, yəni sərbəst pul axını. Belə şirkətlər əhəmiyyətli həcmdə nağd pul yaradırlar. İri həcmdə geri satın almalara, buybackslara icazə verə bilirlər. Dividendləri artırırlar. Uzun müddətli perspektivdə məhz bu səhmdarlar üçün əsas gəlirlilik mənbəyinə çevrilir. Anlamaq vacibdir. Yetkinlik inkişafın olmaması demək deyil. Hətta iri texnologiya şirkətləri süni intellekt, AI-yi tətbiq edirlər. Əməliyyat proseslərini optimallaşdırırlar. Yeni səmərəlilik mənbələri tapırlar. Lakin indi innovasiyalar mürəkkəb artıma yox, marjinallığın artırılmasına işləyir. Barrons bu şirkətlərə gələcəyi investisiya kimi yox, artıq mövcud olan biznesə investisiya kimi baxır. İnvestor burada aşağıdakıları alır. Cari pul axınlarını, dayanıqlı biznes modelini, kapital idarəçiliyi intizamını. Bu texnologiya adı altında maskalanmış klassik dəyər yanaşmasıdır. Mən bu cür ideyalara xüsusən də cari bazar şəraitində müsbət yanaşıram. Onlar isə portfelin ümumi riskini azaldır, proqnozlaşdırıla bilən gəlirliliyi verir, ekstremal qiymətləndirmələr olmadan texnologiyalarda iştirak etməyə imkan verir. Barron siyasındakı növbəti şirkət bir çox investorların köhnəlmiş və maraqsız hesab etdiyi sektora aiddir. Belə bizneslər nadir hallarda diqqət mərkəzində olur. Lakin məhz burada tez-tez keyfiyyətli dəyər ideyaları formalaşır. Bazar bu sektorlara niyə məhəl qoymur? Səbəblər standartdır. Parlaq artım hekayələrinin olmaması. Xəbər gündəmində zəif iştirak, daha dəbli istiqamətlərdə rəqabət. Nəticədə belə şirkətlərin səhmləri diskontla, yəni endirimlə ticarət olunur. Aşağı göstəricilərə malikdir, stabil dividendləri ödəyir, lakin bazar tez-tez darıxdırıcılığı pis bizneslərlə səhv salır. Barrons diqqəti ona yönəldir ki, bu sektorlardan olan şirkətlər güclü balanslarına malikdirlər. Dayanıqlı pul axını yaradırlar, çətin şəraitlərdə uzun iş təcrübələrinə sahibdirlər. Bu, o bizneslərdəndir ki, böhranlara yaşayıb, dəyişkənliklərlə uyğunlaşıb və minimal xərclərlə işləməyi öyrəniblər. Hətta köhnə sektorlar üçün də artım triggerləri mövcuddur. Dividendlərin artımı, geri satın almalar, buybacklar, yenidən strukturlaşma,
rəhbərliyin dəyişməsi, sahə şərtlərinin yaxşılaşması. Bəzən bazarın şirkətə münasibətini yenidən nəzərdən keçirməsi üçün bircə hadisə kifayət edir. Niyə belə ideyalar portfeldə vacibdir? Bu cür şirkətlər portfelin volatilliğini azaldır, stabil gəlir təmin edir, qeyri-sabit dövrlərdə lövbər kimi işləyir. Bu sürətli qazanc mənbəyi deyil, maliyyə dayanıqlığı elementidir. Mən hesab edirəm ki, belə ideyalar məhz emosiya yaratmadıqlarına görə qiymətləndirilməmiş qalırlar. Bazarda emosiyaların olmaması isə tez-tez üstünlükdür. Baron siyasındakı sondan əvvəlki şirkət transformasiya vasitəsilə dəyər hekayəsinə nümunədir. Söhbət bazarın uzun müddət negativ qəbul etdiyi, lakin hazırda struktur dəyişiklikləri prosesinə olan bizneslərdən gedir. Belə şirkətlərin adətən pis tarixçəsi olur. Keçmiş idarə etmə səhvləri, uğursuz investisiyalar, marja və ya gəlirin düşməsi. İnvestorların məyusluğu, buna görə də səhmlər hətta fundamental yaxşılaşmağa başlayanda belə illərlə təzyiq altında qala bilər. Bazar bağışlanmağa tələsmir. Barons dönüş nöqtəsinə diqqət yetirir. Biznesin əsas istiqamətlərinə fokuslanma, zərərli segmentlərdən imtina, əməliyyat göstəricilərinin yaxşılaşması. Sərbəst pul axınının artımı bu ani dəyişikliklər deyil, lakin məhz onlar yenidən qiymətləndirmək üçün əsas yaradırlar. Fərqləndirmək vacibdir ki, ümumi əsaslanan spekulativ dönüş ilə faktlara əsaslanan dəyər investisiyası. Bu halda barons vədlərə yox, hesabatlara görünə bilən və artıq baş verən dəyişikliklərə mərc edir. Risk qalır, lakin o nəzarət olunandır. Potensial gəlirlilik isə asimmetrikdir. Növbəti il üçün əsas gözləntilər aşağıdakılardan bağlıdır. Restrukturizasiyanın başa çatması, rentabelliyin artımı, bazar tərəfindən qavrayışın yaxşılaşması, institutional investorların geri qayıtması. Əgər bu faktorların heç olmasa bir qismi reallaşsa, bazar qiymətləndirməni kifayət qədər tez yenidən nəzərdən keçirə bilər. Mən bu cür şirkətləri maraqlı, lakin yüksək diqqət tələb edən hesab edirəm. Onları təhlilsiz almaq olmaz, nəzarətsiz saxlamaq olmaz, sakit liman kimi qəbul etmək isə olmaz. Bu rəqəmlərlə əsaslandırılmalı olan şuurlu riskdir. Baron siyasındakı təcrübədən necə istifadə etməli? Baron siyası hazır portfel və ya hər şeyi al təlimatı deyil. Bu, müstəqil düşünmə tələb edən ideyalar mənbəyidir. Bu cür siyahıların dəyəri ondadır ki, bazar başqa bucağı altından baxmağa kömək edir. Qiymətləndirilməmiş sektorları işıqlandırır. Diqqəti populyar hekayələrdən kənara çıxardır. Barons, hype, yəni səs-küy axtarmır. Onlar qiymətləndirmələrdəki disbalansları axtarırlar. Şəxsən mən bu cür siyahılardan belə istifadə edirəm. 1. Başa düşmədiyim və ya üslubuma uyğun gəlməyən şirkətləri kənara atıram. 2. Hesabatlara, pul axınlarına, borclara, marjalara və menecmentə baxıram. 3. Portfeldəki şirkətin rolunun müəyyən edilməsi, bu ola bilər qoruyucu aktiv, mülayim artım və ya balanssız investisiya. Ən geniş yayılmış səhv belə bir siyahının gəlirlilik zəmanəti kimi qəbul etməkdir. Hətta ən yaxşı ideyalar işləməyə bilər və ya zaman tələb edir. Bazar risklərinə məruz qalır. Dəyər investisiyası sürətli pullar demək deyil, bu səbir və intizamdır. Baronsun seçimini ümumiləşdirsək, diqqət dayanıqlı bizneslərə yönəlib. Çoxlu qoruyucu və dividend hekayələri var. Transformasiya və yenidən qiymətləndirilmə ilə bağlı ideyalar mövcuddur. Bu aşağıdakı şəraitdə məntiqlidir. Bazar qiymətləndirilmələrin yüksək bazası, qeyri-müəyyən makroiqtisadiyyat, yüksək faiz dərəcələri. Barons kimi siyahılar sizi varlı etmir, amma onlar axmaqlıq etməməyə kömək edir. İnvestisiyalarda isə bu artıq uğurun yarısıdır. Bugünlük bu qədər. Videonu bəyənməyi, kanala abunə olmağı və bizi digər sosial şəbəkələrdən izləməyi unutmayın. Növbəti videolarda görüşənədək.